Hər birinizi salamlayıram. Bu videoda mən sizə Pydantic validatorları göstərəcəm. Deməli, nə üçün istifadə edirik Pydantic validatorsı? Baxın, burada out içərisində routersa daxil oluram və yuxarı qalxanda, deməli, burada nə etmişəm? Check password eləmişəm, password checker falan yazmışam. Bunu zaten mən data alıram, validate edirəm useri. Burada içəridə əlavə kod yazmaqdansa, gəlin bunu birbaşa bu validator, daha doğrusu validate user Pydantic modelimin içərisində yazım. Şemanı açıram. Burada validate userim var. Username'i, e-maili, passwordu alır. Ekranı ikiyə bölürəm. Baxın, buranı da bağlayıram. Deməli, sign up üçün, yəni qeydiyyat üçün mən datanı alıram. Validate userə əsasən. Yəni username, e-mail və parolu alıram. Okay, mən burada e-mailin doğruluğunu falan yoxlamamışam. Yəni saxta bir e-mail, daha doğrusu saxta deməyək, saxtalığını yoxlamırıq hələ ki. Amma düzgün formatda e-mail gəlməyə bilər. Daha sonra parolumuz düzgün formatda gəlməyə bilər. Username'imiz, yəni istədiyimiz formatda gəlməyə bilər. Məsələn, rəqəm daxil edə bilərlər, xüsusi xarakterlər, nida, sual işarəsi daxil edə bilərlər. Yəni belə simvollardan qaçınmaq lazımdır. Gəlin birinci proyekti işə salaq. Proyekt işə düşdü. Burada docs hissəsinə daxil oluram. Baxın, burada sign up hissəsində try it out deyirəm və username olaraq rəqəmlər daxil edirəm. E-mail olaraq belə rəqəmlər daxil edirəm. @gmail.com deyirəm. Parol olaraq da password yazıram. Execute edirəm. Baxın, user yarandı. Yəni bu düzgün deyil. Bunun üçün biz Pydantic modeldən istifadə etdik. Daha doğrusu Pydantic modelin validatorlarından istifadə etməliyik. Gəlib burada yazıram ki, base modelin yanından field validatoru daxil edirəm. Daha sonra gəlib burada deyirəm ki, baxın, decorator şəklində istifadə edirəm. Deyirəm field validator. Yaxşı, hansı fieldi yoxlamaq istəyirəm birinci? Yoxlamaq istəyirəm passwordu. Bu şəkildə bunu yazdım. Daha sonra bunun üçün bir funksiya yazıram. Deyirəm def check password. Yazıram. Daha sonra birinci parametr klassımız olsun. İkinci parametrdə klassımızda hansı fieldi dəyişmək istəyirik? E-mail yazıram. Daha doğrusu passwordu yazıram. Parolu yoxlayaq birinci. Daha sonra gəlib burada deyirəm ki, parolumu mən yoxlamaq üçün özümün bir dənə nəyim var idi? Burada check password adlı funksiyam var idi. Baxın, burada password checker'dan check passwordu istifadə edirdim. Gəlib onu bura import edirəm. Deyirəm from utils'dən nöqtə check passworddan import edirəm password checker'ı. Daha sonra gəlib burada onu istifadə edirəm. Deyirəm ki, password checker nöqtə check password. Bunun içərisində də passwordumu daxil edirəm bu şəkildə və bu mənə nə qaytarır? Ya true qaytarır, ya da false qaytarırdı, düzdürmü? Gəlin istəyirsiniz baxaq. Üstünə sağ kliklədim, go to definition deyirəm, baxın buradaydı. Bu nə qaytarırdı? Ya true qaytarırdı, ya false qaytarırdı. Hətta burada bir type int yaza bilərik ki, bu funksiya nə qaytarır? Boolean qaytarır. Yəni da bir də bura baxmağa ehtiyac yoxdur. Məsələn, üzərinə gəlsəm, baxın, görürsüz deyir ki, boolean qaytarır. O zaman deyirəm ki, əgər bundan gələn cavab doğrudursa, yəni true'dursa nədir? Deməli, baxın, bura baxın. True'dursa deməli passwordumuz uyğundur. O zaman deyirəm ki, true'dursa okey. Amma gəlib burada not yazıram. Deyirəm true deyilsə, o zaman baxın, burada yazdığım raise HTTP exception'ı gəlib buradan kəsirəm, daha doğrusu kopyalayıram hələ ki, yapışdırıram bura bu şəkildə. Burada HTTP exception və statusu görmür. Bunun üçün də gəlib deyirəm ki, from fast API-dan import elə HTTP exception-ı və statusu. Bunları import elədim və deyirəm əgər bura düşmədisə, deməli parolum uyğundur. O zaman return edirəm passwordu. Yəni passwordu qaytarıram, save eləsin. Yəni mənə qaytarsın, tamam mı? Yəni bu yoxlandı, yoxlamadan keçdi demək ki. Yəni bu şəkildə bir dənə password validator yazmış olduq. Harda? Pydantic modelimin içərisində. Yaxşı, bəs e-maili necə yoxlaya bilərik? Ən azından ilkin yoxlamalardan keçirdə bilərik. Bunun üçün də Fast API-dan elə gəlib, daha doğrusu Fast API-dan yox, Pydantic-dən email stringi daxil edirəm bura və gəlib bu stringi dəyişirəm. Deyirəm bu email stringi olacaq. Bu şəkildə. Vəssalam, yəni əlavə bir şey yazmağa ehtiyac yoxdur. Bu özü yoxlayacaq. Amma burada bir xəta verir. Deyir ki, Pydantic-in email hissəsini də yüklə. Tamam, bunu kopyaladım. Ctrl-C ilə proyektin işini dayandırıram. CLS yazıb terminalı təmizləyirəm. Yapışdırdım bunu bura. Pydantic yanında kvadrat mötərizələrinin içərisində email yazırsınız sadəcə. Enter vururam. Ha, burada dırnaqları silməyi unutdum. Bunları silirik təbii ki. Pip install Pydantic kvadrat mötərizələr içərisində email yazırıq, yüklüyürük. Email validator yükləndi. CLS yazıb terminalı təmizləyirəm. Proqramımızı yenidən işə salıram.
Və indi gəlib burada, baxın, yenidən gəlin bunu biraz dəyişək. Bura belə bir şeylər əlavə edirəm. Yenidən execute edirəm. Baxın, bu data ilə yenidən execute elədim. Aşağı gəlirəm. Okay, parolumuz uyğundur. Parolumuz uyğundur, yaradır. Amma username-i yoxlamır. E-maildəki doğru formatda göstərir. Yəni burada biz e-mailin içərisində birinci hissəsində rəqəm falan ola bilər deyə özünün bir nəyi var? Yoxlama sistemi var da, yəni rəqəmlərə icazə verir. Yaxşı, mən gəlib burada belə bir e-mail istifadə etsəm, execute eləsəm, username və ya e-mail artıq istifadə olunmuşdur. Tamam, bunu da gəlin dəyişək. Execute edirəm. Deməli burada tire işarəsində yoxlamır. Tamam, gəlin görək başqa nə qaldı ki? Məsələn, burada bir dənə at işarəsi əlavə eləsəm, execute eləsəm, bu zaman tamam, xəta qaytarır. Biz özümüz custom e-mail yoxlamaq üçün funksiya yaza bilərik regex vasitəsilə. Burada gəlin birinci username-i validate edək. Yəni gəlib burada yazıram ki, bir dənə də validator username yazıram. Deyirəm field validator username. Daha sonra gəlib deyirəm check username CRS və username-i alsın. Daha sonra gəlib deyirəm ki, bu username-in içərisindən bir simvolları al. Deyirəm for letter in, daha doğrusu char deyək də buna. Char in, buna da CH yazıram elə. Username. Username-dən alsın. Daha sonra bunun yalnız ingilis hərfləri olmasını yoxlamaq istəyirəm. Ona görə gəlib buradan deyirəm ki, from string-dən import elə ASCII letters. Daha doğrusu ASCII lowercase. Balaca hərflər olmalıdır və ASCII table-dakı hərflər olmalıdır. Yəni 26 dənə ingilis hərfindən başqa olmamalıdır. İndi deyirəm ki, əgər not in, daha doğrusu CH not in, yəni bu xarakter yoxdursa içərisində nəyin? ASCII lowercase-in içərisində yoxdursa, return elə false. Tamam, ya da false return eləmə. Elə birbaşa burada bir exception qaytar. Yazıram ki, istifadəçi adında bu şəkildə yazdım mesajımı. Və indi gəlib, əgər bu bir-bir yoxlayacaq da bütün xarakterləri. Olmayacaqsa, yəni başqa bir hərf, simvol falan olmasa, o zaman deyirəm return elə username-i. Yəni xəta vermə. Tamam, username-imizi gəlin yoxlayaq. Gəldim burada biraz dəyişiklik edirəm. Rəqəmlər atdım, burada atıram. Bu e-maili də belə silirəm buradan. Yəni at işarəsini. Execute edirəm. Baxın, istifadəçi adında yalnız 26 kiçik hərf olmalıdır. Kiçik ingilis hərfi olmalıdır. Məsələn, gəlib burada indi kiçik hərflər, bir dənə də rəqəm atıram. Execute edirəm. Yenə eyni xətanı qaytarır. Amma gəlib mən burada bu rəqəmi silsəm, execute eləsəm, baxın bu şəkildə yaradır. Əla, username-imizi və passwordumuzu düzgün şəkildə validate edə bilirik. Qaldı e-mail. Deməli, sizə bir dənə task verim. E-mail üçün regex kodları istifadə edərək bir dənə e-mail validator yazın. Yəni harda yazasınız? Baxın, burada bizim utilsimiz var idi. Bunun içərisində check email adında bir dənə Python faylı yaradıram. Və bunun içərisində check password-da yazdığımız qaydada bir dənə email checker yazırsınız və check email funksiyası yazırsınız, statik metod olsun. Daha sonra onu, baxın, burada passwordu yoxlamaq üçün necə istifadə etdiksə, həmin qaydada istifadə edirsiniz. Əgər regex dərslərini bilmirsinizsə, regex mənim Pythonda, daha doğrusu YouTube-da Python dərslərimin içərisində regex dərsləri var. Ora baxaraq hazırlaya bilərsiniz. Növbəti videoda mən sizə regex kodlarıyla e-maili necə validate eləmək olar, yəni yoxlamaq olar, check eləmək olar, onu göstərməyə çalışacağam. Bu videoda mən sizə Pydantic modelimizdə necə validator yaza bilərik onu göstərdim. Və burada yoxladıqdan sonra artıq mən gəlib burada bu yoxlanış eləmişəm. Baxın burada. Bu yoxlanışı silə bilərəm artıq. Bura biraz daha təmiz olur. Daha səliqəli şəklə düşür. Yəni bu şəkildə yoxladıq. Get user var. Belə. Yəni bu şəkildə validator yazdıq, yoxladıq. Access token falan. Buralara dəymirəm hələ ki. Əla. Bu videoda da yeni bir şey öyrəndik. Bu video bu qədər olsun. Növbəti videolarda sizi gözləyirəm. Kanala dəstək olaraq mənə motivasiya vermiş ola bilərsiniz. Növbəti videolarda görüşənədək.